Ərbildə belə bir otelə yerləşmişəm. Ərbil Beynəlxalq Oteli. Buradan şəhərin mənzərəsi demək belə görünür. Yəni paytaxt şəhərdir. Biz Ərbil deyirik, lakin şəhərin ikinci adı da Həvlərdir. Kürdistanda bu ad Həvlər adlanır. Burada ən məşhur kanallar Rudav TV, Kurdistan TV və Kürdistan 24 kanaldır ki, Kürdistan 24 kanalında sizə xəbərlər gedir. Digər iki kanal isə kontenti daha çox genişdir. Bura Kürdistan parlamentinin binasıdır. Parlamentli Muxtar Respublika strukturundadır. Valla televizyonda gerekli sanki yani hasbi şöyle de kan. Ne hatine keyfi yani hatine kari. Evci kari. Karek mobil operatoru Kürdistanın operatorudur. Burada deməli belə bir maraqlı belə deyək, lövhə var. Burada müxtəlif dillərdə xoş gəldiniz yazıları var. Kürtcənin həm Kurmanci, həm Sorani ləhcəsində, sonra Zazaki ləhcəsində, Türk dilində, Rus dilində, ərəb və fars dillərində, sonra burada Çeçen dili diqqətimi çəkdi. Yəqin ki, bu ərazidə yaşayırlar və ingilis dilində ortada. Və gecə saat 11-ə kimi fəaliyyət göstərir. Kürdetmek Azerbaycan'ı gidarım hep başkan Kürdistan'a başvurma Slav Jüvatya. Buradan da ingilis dilində istədiyiniz paketi seçə bilirsiniz. Hazırda konferansdayıq, hər yer bayraklar bəzədilir. Həmçinin asaylı xalqlardan türkmənlərin də bayraq qaldırma haqları var. بس هتبقى امشي ابي الجهين بمسالات واش الجهين دي كانوا بيت الانجلس تحكيني ام Dayının geyindiyi geyim də Kürdistanın Həvraman bölgəsinə aiddir. Yaxınca uçur. Bura gəlmək üçün Azərbaycan vətəndaşlarından viza tələb olunur. Vizanı da müvafiq saytdan əldə etmək olar. Hazırda şəhərin mərkəzi hissələrinə daxil oluruq. Bura nisbətən daha yenidir. Dubaya bir növ bənzədiblər. Bizim Bakının mərkəzi hissələrinə də oxşuyur. Daha yeni yaşayış kompleksləridir. Yeni ilə rəfəs olduğu üçün hər yeri bəzəyiblər. Hər yerdə yolka, yəni yaşamaq asayişləri mümkündür. Kürdistan muxtariyyəti əsasda paytaxt Ərbil şəhəri İraqın digər hissələrindən daha çox inkişaf edib, hətta Bağdaddan da daha çox inkişaf edib. Fəhmdik ha, işte basit fəhmdik. Hiç bununla edinlerim bunlar. Rüzgarın nerim. Onların boş. Nerim. Onları acılarım bunlar. Yəni Azərbaycanda çox bilinməsə də inkişaf etməkdə olan bir yerdir. Əmək bazarı da durğun deyil. Güclü investisiya qoyuluşu var. Amerika şirkətləri, Türkiyə şirkətləri, xüsusən Türkiyədə olan restoranlar. Burada Ərbilin mərkəzində belə bir Qaradoklu şəhərcikdir. Burada Türkiyə restoranlarından birinə gəlmişik. Türkiyədəki kürdlər burada restoranlar açırlar aktiv şəkildə. Burada menyuda Azərbaycan dilinin olması da diqqətimi çəkdi. Sarıp komile kurdun Kürdistan'ya. Dost Emire. Bu da Ərbil şəhərinin gecə görüntüsü. Biz qış ayında gəlmişik. Yayda gündüzlər yaşanmayacaq dərəcədə isti olur. Ona görə əsas həyat gecə başlayır.
boş. Bura yezilər üçün müqəddəs olan Laleş Məmmədin sərsidir. Burada inanan insanlar bu cür niyyət edib demək parçalar bağlayırlar. Və inanırlar ki, onların niyyətləri qəbul olacaq. Bu məzar ezdilikdə müqəddəs hesab olunan Şeyx Hadinin məzarıdır. İnsanlar bura gələrək ziyarət edirlər. Burada mazuta bənzər belə maddə var ki, neftli torpaqdan, qatıranlı torpaqdan əmələ gəlir. Bilirsiniz, bura neft ölkəsidir həm də. Ona görə təbii olaraq yaranır. Gözlərini yumurlar, parçanı öpürlər, gözlərinin üstünə qoyurlar və atırlar. Bu da bir inanc növüdür. Əgər parça daşın üzərinə düşərsə, bu deməkdir ki, duaları, arzuları qəbul olunur. Bənzər inanclar bizdə də bölgələrdə var. Ən əsası girişdə olan daşların üzərinə basmaq olmaz və sağ ayaqla çıxmaq lazımdır. Girişdə də həmçinin. Həmçinin kompleksin ərazisinə girəndə ayaqqabılarımızı çıxardırıq və çıxanda geyinirik. Yəni ayaqqabı ilə olmaz. İndi isə ikinci ən böyük şəhər olan Duhok şəhərinə doğru gedirik. Bu da Duhok şəhərinin gecə görüntüsüdür. Nəzərə alsaq ki, paytaxt deyil, ikinci böyük şəhərdir. Yəni, şəhərin görkəmi yaxşıdır. Burada da yeni Ərbildə olduğu kimi mərkəzdə yaşayış kompleksləri var, yeni. Burada da stadionu Gürcüstan bayrağının rənglərini rəngləyiblər. Öyle. طويلة 50 كيلومتر ولا بغداد هم نعم گرگەکانی ئێران کە بۆ وەستاندنی دەستدرێژیکاران لە هەر جۆرە خەیاڵێک بۆ هێرشکردن سەر ئێراندا ڕێژاوە نی دەنێرترێت ڕێژیمێکی پاکتاوی ڕەگەزیە ڕێژیمێکە Yeni il münasibəti ilə şam ağacı bəzədilib, gözəl göz oxşuyur. Bura Kürdistanın Duhok şəhərində yerləşən Family Mall deyilən bir moldur. Hal-hazırda yeni il ərəfəsi olduğu üçün belə bəzədilib. Burada Türkiyə firmaları daha çoxdur.
O cümlədən Azərbaycan şirkətləri də burada çalışır, ancaq Türkiyə ilə müqayisədə Azərbaycan şirkətləri burada daha zəifdir. Demək olar ki, bütün tanınan markalar bura ən üst mərtəbədir. KFC, Burger King. Bura uşaqların əyləncəsi üçün. Uşaqların əyləncə güşəsidir, ən üst mərtəbədə. Burada Kürdistanın soyuq əllər isti ürəyi. Yeni il münasibəti ilə belə bir yarmarka kimi təşkil olunub. Burada əsasən Kürdistanın yerli məhsulları burada satışa çıxarılır. Yəni heç xarici marka yox. Kürdistan yapımıdır. Aha, istehsalıdır. Kahvedir. Burada Kürdistan'da yapıyoruz. Türk kahvesi var mı? Arap kahvesi var mı? Bəli. Bu Türk kahvesi. Bu Kürt kofesidir, bəli. Kürt kofesidir. Şəhərin hər yerində Kürt bayrağı görmək mümkündür. Deme teyek gibi deme maması ya. Aha, Galaxy Bus. Bir. Mamusta giyen. ناخد نفس
Türkiye'yi çaba tenat et. O bes yer vere. Karne bu kod emin em. چنین کنم من دلای با خود باید سکت من یه زواجی و بری نمایستی خود نشیده مده بس چی نزدیک بشیده مده دور کنم ببینم یه با خود کنم بده خود Ermeniler bir çare ne insandır, Kurd yezdi. Ama insandır Kurd. Sercumar hazar nesli heştu nehada. Bura Ərbilin, Kürdistanın məşhur ən mərkəzində yerləşən Qeysəriyyə bazarıdır. $5,000 $5,000 $5,000 جای بابا Bura Ərbil şəhərinin ən mərkəzi parkıdır. Hal-hazırda yeni il ərəfəsi olduğu üçün bu parka çox insan toplaşır. Xüsusi bir bayraq sevgisi var və dövlət də düşünürəm bunu təşviq edir. Necə ki bizdə hər yeri Azərbaycan bayrağı ilə bəzədirik. Burada da eyni ilə hər yerdə bayraq görmək mümkündür. Marketlərdə, müxtəlif servislərin girişində, ölkənin hər yerində dörd bir yanda bayraq görmək mümkündür. Ərbil qalası Ərbil şəhərinin tam mərkəzində yerləşir və digər küçələr paralel olaraq bu qalanın ətrafında qurulub, yəni daha sonra kənarlara doğru genişlənib. Burası isə polis köşkləridir. Yeni il qabağı təhlükəsizlik məqsədi ilə belə demək köşklər qurulub. Ümumiyyətlə Kürdistanda bütün istər asayiş qüvvələri olsun, yəni polislər olsun, istər silahlı qüvvələr olsun, istər gömrük xidmətidir, yəni Kürdistanın digər ölkələrlə arasında olan sərhəd xidməti, gömrük xidməti, o cümlədən dövlət idarələrində dövlət məmurları, bunların hər birisi Kürdistanın özündən belə deyək təyin olunur. Yəni İraq hökumətinin heç bir əskəri və ya polisi bu ərazidə deyil. Yəni Bağdada tabi olan qüvvələrdə heç birisi bu ərazidə deyil. Bu da ölkənin əslində faktiki olaraq müstəqil qılan amillərdən biridir. Yəni hal-hazırda yuridik olaraq, yəni hüquqi olaraq İraq Federasiyasının ərazisini təşkil etsə də Azərbaycan mənbələrində də qeyd olunur ki, faktiki olaraq bu ölkə müstəqil fəaliyyət göstərir. Çünki xarici siyasətdə belə İraqdan asılı deyil, Bağdaddan asılı deyil. Və bu da bu regionun daha çox inkişaf eləməsinə səbəb olur ki, İraqın digər hissələrindən bura ərəblər və digər millətlər işləməyə gəlirlər.
Erbil Havalimanında huzur xatirə nişanları ola bilərsiniz əgər Bakıya qayıdırsınızsa. Bu da pasportumda en sevdiğim mühürlerden biri olarak kaldı.